Bakıda etik olmayan görüntülər, kişilərin açıq geyinən qadına etdiyi hərəkətə baxın. Aklas dondurmaları, keyfiyyətə önəm verənlər üçün. Salam dostlar, mövzuya keçməmişdən öncə deyim ki, aşağıda gördüyünüz mənim WhatsApp nömrəmdir. Koreyadan avtomobil, Çindən avtomobil, inşaat malları, tibbi məhsullar, kran, ekskavator, nə istəsə sizin üçün fabrikdən, zavoddan ucuz qiymətə alıb gətirə bilərik. Azərbaycanla yanaşı təbii ki, Rusiyaya da çatdırılma edir. Elə ən çox müştərilərimiz də Rusiyada yaşayan soydaşlarımızdır. А можно еще? Будет просто... Bakıda etik olmayan görüntülər, kişilərin açıq geyinən qadına etdiyi hərəkətə baxın. Xəbər başlığına baxın da. İndi bu xəbəri paylaşıblar, şəhərlərdə cəmaət düşüb oradakı kişilərin üstünə əxlaqsız oğraş yazan kim, cındır yazan kim. Ala oradakı qadına heç kim heç nə demir. Bu yazıq kişilərdən nə istəyirsiniz? Yaradılış belədir. Ümumiyyətlə erkək cinsindən olan bütün canlılar artmağa meyilli olduqları üçün bir neçə dişiyə meyil sala bilirlər. İndi biri nigahla, biri kəbinlə, biri qeyri-qanuni. Bu ayrı məsələdir. Mən kişilərin xəyanətinə də haqq qazandırmıram dostlar. Yanlış anlamayın. Sadəcə kişi ilə qadın orqanizmi eyni deyil demək istəyirəm. Kişilərdən eləsi var ki, nəfsini saxlaya bilir, eləsi də var saxlamır. Bu da ayrı məsələdir təbii ki. А можно еще? Будет просто... Amma bəziləri bu videodakı qadını deyil, kişiləri yıxıb sürüyürlər. Birincisi, bir qadın açıq-saçıq ya da tam açıq soyunub şəhərə çıxırsa, ona baxan kişiləri qınayan, söyən haqsızdır təbii ki. Ya qınayırsansa hamısını qına, yəni qadınları da, həmin o qadınları da qına, ya da ayrı seçkili eləyəcəksənsə otur ağzını bağla. Modelə də orada təcavüz edən yoxdur. Özü də kişilərin onu çəkməsindən məmnundur. Bir dəfəlik anlamalısınız ki, bir qadının harasısa görsənirsə, açıq geyinibsə, ona baxan kişi günahkar deyil. Açıq-saçıq geyin başqalarının baxması üçündür. Əgər baxmayacaqlarsa, o zaman niyə açıq-saçıq geyinirlər? Geyin başqaları görəcək deyə var da. Əsas da bəzi başıboş feminist tayfa deyir ki, qadın açıq-saçıq geyinər, cəb eləyər, kimsə baxmasın. Kimsə baxmayacaqsa niyə geyinir? Dostlar, mən açıq geyimə haqq qazandırmıram ha. Açığı mən elə bir düşüncədəyəm ki, kim nə geyinir özü bilər. Yəni bu düşüncədəyəm, amma o da cızığından çıxmadan da təbii ki. Amma bəzi insanlar birini deyəndə birini demir. Qınayanda qarşı tərəfi də qınamaq lazımdır. Kişilərə gəldikdə isə ən təmiz, pak, xəyanət eləməyənlərin də baxdığını bilirik. Yəni bu insanlıq halıdır, bu təbiətdən gələn bir şeydir. Özünüzə yaxşı baxın, görüşərik hələlik.